fikirlərimizi bildirinizlər, aydınlıq gətirək. Yox, deməli məcburi komitə ilə əlaqə saxladım. Komitə bildirir ki, məcburi komitə. Köçkün və komitəsi Rövşən müəllim bildirir ki, onları evindən təmin edirik, amma getmirlər. Biraz su var da. Biraz su var. Mən orada çıxmamışam. Sizə bir kəlmə söz deyir. Deməli, biz erməni teröristlər bizim torpaqlarımızı zəbt edəndə, o zaman deyirdi ki, o zaman bildiririk ki, bizim torpaqlarımız olsun. Bizim şəhidlərimiz olur, zamanlarımız olur. Məkanları cənnət olsun. Az uçağı sana Buyurun, buyurun. Mən özüm müraciət etmişdim. Bəli. Hökumətə. Məni buradan köçürməklə. Siz hansı rayondansınız? Baxıram. Axı siz bildirirsiniz ki, bizi Bakıda yerləşdirir. Yox, Biraz sular işləyirsiniz. biraz suları da istəmirəm. Axı burada məhkəmənin qərarı var. Bu vətəndaşlara siz bir təşəkkür borcunuz var. Bu mənim məcburi oxuyum, xahiş edirəm. Mən müraciətimi oxuyurum. Elə belə deyil, Mən özüm müraciət edirəm. bax elə belə də Köçürməyimə mən özüm müraciət edirəm. Latına gedirəm, mən ayrı yerə Azərbaycanın da başının başı var. Gedim buradan çıxım. Yox, Azərbaycanın da başının başı Bir də var. qaşqım var. Burası kimin evidir? Bura panel üstünə qoyulanda. Gəl bura. Bunlar burada zəhmət çəkər, illərlə fəndə işləyər. O fəhlələrin evidir. Yox, yəni elə bir məqam yarandı ki, düzdür. Bunu öngər bildirdi ki, siz burada qalma hüququnuz var. Amma artıq bildirdi ki, məhkəmənin də qərarı var. Heydər Əliyev, məhrum Heydər Əliyev. Bu babamız buranın yeni. Sizi verməyib, deyib ki, məcburi köşkün statusu götürənə qədər. Qasımların yeri yurt alıb torpağımda ev tikilməyənə qədər heç İndi də mən özüm müraciət edirəm. O cür çıxış eləmədi o öndə. Bu qədər adı ilə danışmayıb. Özüm O müraciət bildirdi ki, edirəm. artıq o bildirdi Mən ki, kimisə evi lazım deyil. deməli məhkəmənin özünün qərarı var. Məhkəmə cənab prezident də tabedir məhkəmənin qərarına. Laçından birisine gedirəm. Kim ki? O bəhanə qaldı. Bana deyiləm, mən laçında olmuşam. Demişsiniz fabrikdə, zavodda işləyənlər. Gətirsinlər oranı araşdırsınlar, çıxarsınlar görək ki, o fabrikdə, zavodda işləyənlər kimlərdir? Siz onları, Evləri balık kim bəli, satır? bunlar deməli dövlət əmlak tərəfindən verilən sənədlərdir. Məhkəməndə qərar var. Əgər o doğru sənəd olmasa, məhkəmə bunlara qərar Burada verməz. doğru sənət yox. Yox, məhkəmə qərar Doğru verməz. sənət yox. Bu binada, sırf bu binada alver gedir. İndi onu da alverçinin kimdir deyil. Onu siz bilirsiniz. Yox, alverçi kimdir siz bilirsiniz. Sənədi Sənədi veren alverçi bilir. Yox, gedir. sənədi kim verir? Kim verir sənədi? Sənədi kim verir? Yox, çəkiliş edin. Müəllim bildirir ki, alver gedir. Həmən o idarəyə gedəcək, orada aydınlaşdıracaq. Laçından bu dəqiqə mənə ev versinə O çəkir. bəhanədir. Bəhanə deyil, nə bəhanədir? Niyə bəhanə? Onda deməli biz bir neçə gün bundan öncə prezident aparatına getmişdik. Bir neçə gün bundan öncə prezident aparatına Azərbaycan getmişdik. dövləti. Siz 33 il evdə qalmışsınız, ay müəllim. Siz 33 il qalmışsınız. Bəlkə bundan sonra 33 il Laçın tikilməyəcək. Və necə olacaq? 33 il evdə qalmışsınız, düzdürmü? Bundan sonra Laçın 33 il bəlkə heç tikilməyəcək. Bəlkə 20 il tikiləcək. Yaxşı, mənim günahım nədir? Mən Laçında döyüşmüşəm. Mən Laçında döyüşmüşəm. Siz məndən fərqli olaraq Laçını vermişsiniz, amma mən sizə Laçını almışam. Yasama rayonu. Yeni yasama. Kapımı görməyəcək. Nəredesən? Mən bura hökumət qoyuyorum. Ay kişi, sizi hökumət qoymuyor, göstərir, sadəcə hökumət icazə verib müvəqqəti. Bina 13, xahiş edirəm. Gəlirsən narahat edərsin 33 ildə, gəlirsən narahat edərdin, indi ev verilir, başa Mərtəbə devri bu binada vətəndaşlar burada yaşayanlar. Buradan tələb edirlər ki, mən o günlərim sizin ağsaqqalınızla seçdiyiniz jurnalistlərdə. Deyir ki, onları buradan, həmən o evləri çıxıblar, orada təmin edirlər. Dedim, onda siz də, mən də gəlin gedəyik. Siz də jurnalistsiniz, mən də yaxınlaşağım. Laçın da mənəm, mən də Laçınam. Hamımız eyni millətik.
Biz birim düşmanımız var, o da erməni. Burada birbirimizi yaratmayın sözü. Mən dedim çox maki, mən demədim sizə götürün, onlar bilməz. Mən dedim onları evlə təmin etsinlər. Onlar da dediler ki, bunlar deyir ki, siz Bakıda yaşamak. Biz Laçına gidelim, Laçını Bir istemiyoruz. dəqiqə ya. Ben Laçına. Hanım, mektup Bir geldi. dəqiqə yani. Ben öz müracaat. Prezidenti Təqdim etdiniz ki, o təqdimdə komitənin də kağıdı var. Ben de o komitənin, sən Daha da değil seni evle temin ediyorum millakına kadar köteysen. Ben özüm müracaat ediyorum. bilirəm, onu da deyirsiniz siz yox. Panel üstüne boylandım. Ay, Ben kim koymuşum. deməli, yox, bir dəqiqə ya. Ben Bu koymuşum. binanı kim kimdir? Ben koymuşum. Bu binanı kim kim? Bu binanı devlet. Devlet o zamanların deməli. Panel üstüne boylandım. Bir dakika bir şey söyleyeyim. Buna bilmedi, buna bildi. Pardon. Sen